Oğlumun adı Vüsal'dır, kızımın adı Leman'dır, oğlumun 5 yaşı var, kızımın 6 yaşı var. Bu kimi ifadeleri Rus dilində deməyə çalışanda əminəm ki, ismin formalarında səhvlər edirsiniz. Gəlin baxaq, bunu Rus dilində necə düzgün formada deyək və yadda saxlayaq artıq. Oğlumun adı Vüsal'dır deyəndə siz əslində Rus dilində deyirsiniz ki, oğlumu Vüsal çağırırlar. Ona görə burada təsirlik formasını istifadə edirsiniz, təsirlik hal. Deməli, deyirsiniz, Моего сына зовут Vüsal. Моего сына зовут Vüsal. Qadın cinsində təsirlik formasına baxaq. Мою дочку зовут Leman. Мою дочку зовут Leman. İndi gəlin baxaq, yaşın deyilişində bu forma necə olacaq? Yaşın deyilişində də Azərbaycan dilindən tam fərqli olaraq datinli падеж, yəni yönlük hala qoyacaqsınız bu sözləri və deyəcəksiniz: Моему сыну 5 лет. Моему сыну 5 лет. Моей дочке 5 лет, 6 лет. Моей дочке 6 лет. İndi praktika etmək üçün öz uşaqlarınızın adını və yaşını bu formalara istifadə edərək şərhdə yazın.